Salamlar herkese. Demek bugün Python programını necə yükləyəcəyik, onun ardıcıllığını göstərəcəm. İlk öncə Google'a informatik.az yazırıq. Daha sonra açılan səhifədə, baxın burada proqram təminat hissəsi var. Proqram təminat hissəsini seçirik. Aşağı düşürük. Burada Python seçirik. Baxın da Python var. Python burada növləri var. 3.8, 3.11. Hansı alınsa onları yükləyə bilərsiniz. Ən son versiya 3.11-i gəlin yükləyək. Burada yükləmə gedir. Daha sonra yüklənən faylı açırıq. Burada heç nə vurmuruq əlimizə. Elə necə qalırsa elə qalsın. Sadəcə burada install now var. Həmin hissəni seçirik. Yükləmə gedir. Yükləmə zamanı əgər sizə icazə istəyərsə ekranda, onu yes düyməsini basarsınız, icazəni verərsiniz. Çünki kompüterdən kompüterə fərq eləyir, notebookdan notebooka. Əgər yes gəlsə icazə üçün yesə basarsınız. Məsələn, məndə hal-hazırda gəlmədi, yükləmə ilə rahatca gedir. Artıq tam şəkildə yüklənəndən sonra belə bir səhifə açılır və biz close düyməsini basırıq. Gəlirik biz indi axtarış yerimizdən Python yazırıq. Mənə Python başqa versiyalarda var. Bayaq yüklədiyimiz 3.11 idi. Və 3.11 yazan kimi birinci bura qara ekran gəlir. Bu qara ekranı seçmək üçün qara ekran seçəndə arxa fon qara rəng olur. Amma arxa fon ağ olanda daha rahat işləmək olur. Baxın burada idle yazılan var. Bax bu hissəni seçirik. Bizim artıq hazırdır Pythonımız. Tam şəkildə rahat yazmaq üçün ağ səhifə daha yaxşıdır. Bəzən olur ki, Python yüklənən zaman buradakı şriftlər daha kiçik olsa olur. Bunu biz necə böyüdə bilərik? Gəlirik Option hissəsindən, burada Configuration hissəsini seçirik. Baxın, burada size var. Size 16-dır. Bəzən olur ki, aşağı olanda size-i dəyişə bilərsiniz, 18 eləyə bilərsiniz. Yəni, burada istədiyiniz şəkildə ölçünü dəyişə bilərsiniz. Bayaqına baxanda ölçülər daha böyük olur.